xoş gördük Space televiziyasının daimi tamaşaçıları. Vaxtınız xeyirli, gününüz uğurlu olsun və yeni ilin ilk həftəsində yenidən sizə könüldən sevgilərlə demək nəsibimiz oldu. Və Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə, yeni il münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Qalib ölkəmin, qalib xalqına hər zaman qalibiyyət yaraşır, hər zaman uğurlar bizimlə olsun, hər zaman bol ruzi, bərəkət, can sağlığı, gözəllik hər zaman siz tamaşaçılarımızın olsun və sizə əmin edirəm ki, bugün tarixi bir veriliş sizə təqdim edəcəyik. Az sonra siz bunu özünüz də şahid olacaqsınız, çünki çox dəyərli qonaqlarım var, çox dəyərli ifaçılarımız var və hazır olun, könüldən sevgilərlə qarşınızdadır. Tarixdə iz qoyacaq proqramla qarşınızdayız. Könüldən sevgilərlə verilişinin bayram buraxılışı, dirijor, xalq artisti, profesör Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunub. Sizlə görüşməyə özümü xoşbəxt sayıram. Musiqi tarixində dərin izi olan xalq artistləri Tarizən Ağasəlim Abdullayev, kamança ustadı Mir Nazim Əsədullayev, əməkdar incəsənət xadimi Nazim Kazımov yubilyarı təbrik üçün qonağımızdır. Əməkdar artistlər Təyyar Bayramov, Sevinç Sarıyeva, Elnur Zeynalov, Bəyim xanım Vəliyeva, xanəndə Hüseyin Məlikov da xalqın bayramını və səbəbkarın yeni yaşını təbrik etməyə bizi seçiblər. Bugün həqiqətən tarixlərə yazılacaq bir veriliş ərsəyə gəlir. Çünki bugünkü qonaqlarımın arasında mən özümü o qədər fəxarət hissi ilə hiss edirəm ki, zaman itirmədən mən istəyirəm ki, bugünkü verilişimizin əsas səbəbkarı, bu il yubiley ərəfəsini yaşayan bizim dəyərli sənətkarımız, xalq artisti, dirijor, profesor, bizim əzizimiz Ağaverdi Paşayev. Sizi öncəliklə öz adımdan təbrik edirəm. Tamaşaçılarımız adından təbrik edirəm və bizim yaradıcı heyət, texniki heyət, ümumiyyətlə Space televiziyası adından sizi təbrik edirəm və bugün nə xoş bizə ki, bu gözəl məkanda, Bakımızda yerləşən Beynəlxalq Muğam Mərkəzindən sizi salamladıq və bizə çox xoş oldu ki, bugün burada sizinlə görüşdük və sizin ən yaxın dostlarınızla və təbrik edirəm sizi və onu da sizə etiraf eləmək istəyirəm ki, mən sizi çox istəyirəm. Çox sağ ol. Əvvəla qarşılıqlıdır. Elə mən də səni çox istəyirəm. Bir də ki, bu televiziya tamaşaçılarına demək istəyirəm ki, hər vaxtınız xeyir. Bizim yeni ilin ilk həftəsində sizlə görüşməyə özümü xoşbəxt sayıram və Könül xanım, səni də bilirəm, çox istəyirəm. Gözəl bir tədbirə. Mən sənin tədbirləri həmişə izləmişəm və bu tədbirə mənə dəvət etdiyin üçün çox sağ ol deyirəm. Bütün sizin əməkdaşları hamısına öz təşəkkürümü bildirirəm ki, zəhmət çəkiblər, belə bir görüşü təşkil ediblər. Çox sağ olun, var olun. Bizim borcumuzdur. Çünki siz illərinizi vermişsiniz bu sənətə. O qədər, yəni elə o yaratdığınız xalq çalğı alətləri orkestri olsun, istər yəni evladınızın da yəni elə bir iz buraxmısınız ki, Azərbaycan incəsənətində siz tarixdə qalacaq şəxsiyyətlərdənsiniz və buna görə sizə təşəkkür edirik. Ürəyinizə sağlıq, canınıza sağlıq, ruhunuza sağlıq deyirəm. Hər zaman yaşayasınız, yaradasınız və Allah Taala sizi bizim incəsənətimizdən heç bir zaman əskik eləməsin. Çox sağ əzizim, çox sağ ol, var ol. Amma bu gözəl məkanda olmağımız biraz da mənə şövq verir ki, yəni Beynəlxalq Muğam Mərkəzi bilirsiniz, ölkəmizin birinci xanımı, Hədəriyev Fondunun prezidenti Mehriban xanım bu binanı öz təşəbbüsü ilə yaradıb və belə gözəl bir məkanda, Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində verilişə gəlmək və sən belə gözəl verilişinə çıxış etmək mənim üçün çox böyük xoşbəxtlikdir, özümü xoşbəxt sayıram. Can, çox sağ olasınız, var olasınız, biz fəxr edirik və mən özüm də həqiqətən fəxr edirəm ki, bu gözəl məkanın Beynəlxalq Muğam Mərkəzinin solistlərindən biriyəm. Buna görə mən ustadım Səkinə İsmayılovaya təşəkkürümü bildirirəm və Beynəlxalq Muğam Mərkəzinin rəhbəri olan bizim əzizimiz, əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin rəhbəri Sahib Paşazadəyə öz salamlarımızı, hörmət və ehtiramımızı buradan bildiririk ki, həm də bizə şərait yaratdılar ki, hər cürə biz burada bu gözəl, bugün möhtəbər verilişimizi çəkək, ərsəyə gətirək. Və Ağaverdi müəllim, icazənizlə mən istəyirəm sizin qonaqlarınızı təqdim edim. Birazdan hər birisi ilə
həmsöhbət olacağıq. Sizin yanınızda əyləşən Tarzan xalq artisti, prezident mükafatçısı Ağasəlim Abdullayev. Siz də xoş gəlmisiniz. Allah sizə can sağlığı versin. Bütün tamaşaçıları salamlayıram. Bu yeni il həftəsində mənim üçün də xoşdur ki, belə bir gündə əziz dostum, qardaşım Ağverdi müəllimin yaşı münasibəti ilə məni də dəvət eləmisiniz. Təşəkkür edirəm sizə. Ağverdi müəllim mənim demək olar ki, uşaqlıq dostumdur. 60 ildən yuxarı mən onunla dostluq eləyirəm, yoldaşlıq eləyirəm. Sənətdə də bir addımlamışıq. Sənətdə uğurları həmişə mənim gözümün qabağında olub. Bir dostu kimi, qardaşı kimi həmişə onu mən alqışlamışam və sevinmişəm ki, o belə bir günə, belə bir vəzifəyə, belə bir işə gəlib çatıbdır. Onun ad günü münasibəti ilə 75 heç nədir. Yəni biz də 75. Deməyin, göz dəyər. Mən bayaq demədim. Yəni burada oturan 3 nəfər Nazım müəllimdir, o da 75'dir. Açdı təkdir, dedi hər şey. Belə cavandır. Allah ona uzun ömür sağlığı versin. Amin. Teşekkür ederim. Bir də danışacağıq. Bəli, buradayıq. Və mənim yanımda əyləşən, bizim verilişimizdə artıq ikinci dəfədə qonağı olan Asəf Zeynallı adına Musiqi Kollecinin rəhbəri, bizim əzizimiz, əməkdar incəsənət xadimi Nazim Kazımov. Siz də xoş gəlmisiniz. Çox sağ olun Şönül xanım. Mən də tamaşaçılarımızı, xalqımızı bu yeni il münasibəti ilə təbrik edirəm. 26-cı il hamımız üçün, xalqımız üçün uğurlu olsun, əmin-əmanlıq olsun. Və əsas bugün yığışmağımız da Ağverdi müəllimin, xalq artisti, professor Ağverdi Paşayevin yubileyinə toplaşmışıq. Mən qeyd edim ki, Ağverdi müəlliminlə bizim həyat yolumuz artıq 26-cı ildir. İyul ayında 60 il tamam olur ki, biz o vaxtki Asosyonallı Musiqi Texnikumuna bir yerdə imtahan vermişik və hər ikimiz qəbul olmuşuq və hər ikimiz eyni müəllimdə Ağasəlim müəllim Abbasəliyev, xalq artisti Cəbrayıl Abbasəliyevin atasının sinifində oxumuşuq və bizdən bir il sonra da Ağasəlim müəllim də Asosyonallıya qəbul olub, o da bizimlə bərabər Ağasəlim müəllimdə dərs alıbdır. Və Ağverdi müəllim haqqında 60 il yol gəlirik. Ağverdi müəllim gözəl tarzən olub. Sonra biz konservatorda oxuyanda hər ikimiz Süleyman Ələsgərovun sinifində dirijorluqda oxumuşuq. Və Süleyman müəllimin tövsiyəsi ilə Ağverdi müəllim tarz sinifindən dirijorluğa keçib. Və bugün də bildiyiniz kimi məşhur dirijordur. Biz hələ söhbətlərimizi davam etdirəcəyik. Mən kollektimiz adından, öz adından bir ünvanımız var. Bəli. İstəyirəm onu təqdim eləyəm Ağverdi müəllimə. Asəf Zeynallı kollektiv adından sizin hədiyyəniz var. İndi Asəf Zeynallı adını deyirik. Adı Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecidir. Bu 75 illikdir. Ay, nə gözəl hədiyyədir. Bu da Ağverdi müəllimi. Ay, çox gözəldir, çox gözəl. Bizdə olan tələbələri, o dirijorluqda konservatordan bitirən tələbələri şəklini belə. Burada da bizim ünvanı yazılıb, onu evdə oxuyar. Çox sağ olun, təşəkkür edirik. Elə bu hədiyyəni elə buradaca verək Ağverdi müəllimin özünə. Təbrik edirik. Çox sağ olun. Əziz bala, çox sağ ol. Mən Nazimə hərdən çox fəsil Nazim demirəm, əziz bala deyirəm, amma Nazım çox sağ ol, çox sağ ol. Bir dost kimi, bir qardaş kimi, bir 60 illik bir ömür yoldaşı kimi çox sağ ol. Və əməkdar artist Mir Nazim Əsədullayev, sizi də salamlayıram. Çox sağ olun, təşəkkür edirəm Könül xanım. 2026 yeni ilin ilk həftəsi. Sənin gör nə gözəl qonaqların var, fəxr eləyirəm. Mən çox fəxr edirəm. Bugün sevincimin inan həddi-hüdudu yoxdur. Sənin bir məclisində 4 dənə professor olmur. Bəli. Bax, Ağasəlim müəllim professordur. Ağverdi müəllim professordur. Nazım müəllim professordur. Mir Nazim müəllim Professor. Ağverdi müəllim 75'dir. Tərif insan üçündür, sənətkar üçündür.
Bilsən, o 75-i yaşamaq çox çətindir. İndi o hadisələrə gələcək. 2026-cı ildir. Mən də gəldim, qoşuldum. Mən də oldum 75. Allah sizə ömür Bu il versin. 75-dir. Sənin bu yubiley gününü təbrik edirəm. Allah sənə böyük, sağlam həyat qismət eləsin. O ki, nəvələr üçün yaşamırsan indi. Nəvələrimin toyunu biz hamılıqla görək. İnşallah yenə danışacaq Allah qoysa. Təbrik edirəm. Var olasın. Siz də çox sağ olun ki, Siz sağ olun, əstəğfurullah. bizi dəvət eləmişsiniz bura. Əstəğfurullah, borcumuzdur. Sizin kimi sənətkarları dəvət etmək, işıqlandırmaq. Siz Toğrul müəllimlə də bizim verilişimizdə qonaq olanda nə gözəl veriliş idi, nə gözəl o, inanırsınız, o qədər gözəl şərhlər aldıq, o qədər gözəl fikirlər duydum ki, tamaşaçılardan mən və nə xoş mənə ki, sizin kimi sənətkarlarla eyni dövrdə yaşayıram, sizin hər birinizdən bəhrələnmişəm, sizin o kamançanın incə simlərin dindirəndə nə gözəl ana laylası kimi səslənir, var olasınız, ürəyinizə sağlıq deyirəm. Və tamaşaçılarımızın nəzərinə çatdırmaq istəyirəm ki, bugün Ağverdi Paşayevi təbrik etməyə həm yeni il, belə deyərdim, konsert buraxılışı kimi bizim sənətkar qonaqlarımız, sənətçilərimiz olacaq ki, Ağverdi müəllim sizə sürpriz eləmişik. Onlar gəlib sizi öz ifaları ilə təbrik edəcəklər. Onlardan biri elə Beynəlxalq Muğam Mərkəzinin solisti Hüseyin Məlikovdur, dəyərli xanəndə. İstəyirik ki, onu dəvət edək, öz ürək sözləri ilə və öz ifası ilə Ağverdi müəllimi təbrik etsin. Çox gözəl. Sinesini tufanlara gerenlerimi yaşasın. Sinesini tufanlara gerenlerimi yaşasın. Ne güzeldir da dururum ulav kimi gözler duruyor. Ne güzeldir da dururum ulav kimi gözler duruyor. İnsanlara hayat nuru verenlerimi yaşasın. İnsanlara hayat nuru verenlerimi yaşasın. Öz adı var her yanında, yakşınında, yamanında. Öz adı var her yanında, yakşınında, yamanında. Her bir kesin öz donunda görenlerimi yaşasın. Her bir kesin öz donunda görenlerimi yaşasın. El tanılar çöreyle, torpal gülü çiçeyle. Nəbzi xalqın ürəyilə vuranlarımı yaşasın. Nəbzi xalqın ürəyilə vuranlarımı yaşasın. Könül gülür beşiyində, öz evində yeşiyində. Könül gülür beşiyində, öz evində yeşiyində. Həqiqətin keşiyində duranlarımın yaşasın. Həqiqətin keşiyində duranlarımın yaşasın. Öz adı var her yanında, yaxşınında, yamanında.
O kadar kadri bilem, olmaya kadrin kaderi. Aman aman aman, özleri var el yanında, yaşının da yamanında. Özleri var el yanında, yaşının da yamanında. Her bir kesim öz donunda, görenlerimin yaşasın. 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 Çox sağ olun Hüseyin bəy, təşəkkür edirik gözəl ifaya görə. Xoş gəlmisiniz sizdən. Çox sağ olun, siz sağ olun ki, məni bu cür gözəl verilişə dəvət eləmisiniz. Bu cür ustadların ətrafında, əhatəsində ifa eləmək, söz demək böyük güc istəyir. Allah onları xalqımıza çox görməsin. Valla, mən də həmrəylik günü münasibəti ilə xalqımızı təbrik edirəm, yeni il münasibəti ilə. Və Ağaverdi müəllimi 75 illik yubiley münasibəti ilə o ərəfədəyik. Bəli. Təbrik edirəm. Allah onu xalqımıza çox görməsin. Böyük sənətkardır. Çox sevirəm də bu cür ustadların əhatəsində olanda mən Çox sağ olun. çox sevinirəm o Biz günü. də efir vasitəsilə Hüseyin Məlikovun atası Aqil Məlikovu da buradan salamlayırıq. Allah sizə də can sağlığı versin. İnşallah növbəti efirlərdə bir dəfə görüşmüşük, bir də görüşərik. Və istəyirəm ki, sizdən növbəti bir ifanı dinləyək. Bu gözəl gündə həm yeni ilimizdə, həm Ağaverdi müəllimin bu gözəl yubiley ili ərəfəsində növbəti ifanı dinləyək sizdən. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl tumanlı. Derdinden ölmeye çoktur cumalı, derdinden ölmeye çoktur cumalı. Ay kız bu ne kaş göz, bu ne teyel, ölenem derdinden. Onu bir danışmasan da bana barı gün. Ay kız bu ne kaş göz, bu ne teyel, ölenem derdinden. Onu bir danışmasan da bana barı gün. Şuşanın her yandan gelir soradı, tarife layıktır sabuladı. Dağları bağları kızlar oyladı, dağları bağları kızlar oyladı. Ay kız bu ne kaş göz, bu ne tel, ölenem derdinden. Onu bir el danışmasan da bana barı gün. Ay kız bu ne kaş göz, bu ne tel, ölenem derdinden. Onu bir el danışmasan da bana barı gün. Hərdən ki naz edir mənə canan, xoşum gəlir. Hərdən ki naz edir mənə canan, xoşum gəlir. Naz eylədikcə könlüm olur qayan, xoşum gəlir. Məndən küsüyüb, məndən küsüb, acıqlı baxır sevgilim mənə, canım ola o gözlərə qurban, xoşum gəlir. Aman aman ay canım,
Həbibi görməyə yoxdur görən gözüm. Öz yarım incidir məni hər an xoşum gəlir. Vahid, vahid vətən gözəllərinin müftelasıyam. Dönmüş behişdə Azərbaycan xoşum gəlir ay aman. Aman aman yan aman ayda ay kız buna kaşes buna teyel ölenem derdinden olup el danışmasan da bana barı gün. Ay kız buna kaşes buna teyel ölenem derdinden olup el danışmasan da bana barı gün. Çox sağ olun, təşəkkür edirik. Səsinizə sağlıq. Var olun siz. Bəxt gətirə kaş dönəydim Gənclik adlı diyara. Ağa Səlim müəllim, istəyərdim ki, siz də Ağaverdi müəllimlə ən yadda qalan xatirələrinizdən danışasınız. Nazım müəllim də, Ağaverdi müəllim özü də danışdılar gəncliyimizdən, cavanlığımızdan, məktəb illərindən, yəni Asu sinalda oxuyan illərimizdən. Mən elə o dövr, elə ondan qabaq da mən Ağaverdi müəllimi tanıyırdım. Elə uşaq vaxtından. Niyə görə? Çünki o vaxt Bakı musiqi məktəbləri arasında müsabiqələr olurdu. 13-14 yaşımız olardı ya, 12 yaşımız belə. O müsabiqələrdə mən də iştirak eləyirdim. Ağaverdi müəllim də iştirak eləyirdi. Həqiqətən də çox gözəl bir çar çalırdı. Görürdün, elə olurdu ki, bir il birinci yeri Ağaverdi müəllim tuturdu. İkinci il görürdün ki, mən tuturdum. Yəni, onda bizim bir-birimizlə tanışdığımız var idi. Ondan sonra da ki, yəni, Nazım müəllim də verdi. Asıl Sinirli adlı musiqi kollecine ki daxil olmuşduq. Ondan sonra demək olar ki, bizim elə günlərimiz Ağaverdi müəllimlə bir keçib. Konservatoriyada bir girmişik. Sonra güzel. ikinci çox gözəl çar çalırdı. Mən yenə də deyirəm, əgər birdən çar çalan kimi istifadə eləsəydi tarix, bəlkə də indi Azərbaycanda çox məşhur bir çar çalan oldu. Çünki mən onu görmüşəm, onu çalmaqlarını. Tar aləti dəyişdi, niyə evladına miras ötürdü da? Dirijorluğa keçməkdə də səhv eləməyibdi. Çünki Azərbaycanda bu saat Azərbaycan Xalq Şagirdləri Orkestrinin dirijoru olmaq çox böyük bir şərəfdir. Yəni bu o işi həddindən artıq gözəl yerinə yetirir. Hətta onu mən orkestrinlə dəfələrlə məni konsertlərdə də çalmışam. Yəni orkestrin Ağaverdi müəllimin dirijorluğu ilə. Hacı Ağa Səlim danışanda mən gələn deyim, mən Ağa Səlim mənim yanında özümü tarçalanı saymıram. Mən heç o dövrdə də saymamışam. Hətta gənc yaşlarında da. Yox, səmimi deyirəm, amma Ağa Səlim müəllimin sənətinə mən özüm də vurulmuşam. Bax, bir dost kimi deyim sizə. Hətta efir içində və xalqımız üçün də bir maraqlı olar ki, mən xeyr işimdə, toy günümdə mən atama dedim ki, mənim arzum var ki, mənim toyumda Ağa Səlim çalsın. Bax, bir də istəyirəm efirdə bilsinlər ki, Ağa Səlim gəldi mənim xeyr işimdə Trio deyirlər, tərkəmansı oxuyar. Orada Trionun rəhbəri kimi Ağa Səlim mənim toyumu 6-7 saatlik toy keçdi. Gecə saat 2-yə tane toy davam elədi. Bax, o əziyyəti bir dost kimi, bir qardaş kimi bu kişi mənim əziyyətimi çəkib. Özə təmənnasız. Bax, mən istəyəm deyim. Allah sənə ömür versin, Allah sənə can sağlığı versin. Çox sağ, 100 yaşa. Mən bunlarla deməklə, Ağaverdi müəllimlə demək olar ki, ailəvi dostuyum. Yəni, həqiqətən də, yəni, atasını Allah qan-qanı rəhmət eləsin Ağaylı kişini. Toy günündə, indi axı bizdə Abşeronda belədir ki, Bakı kəndlərində toyun ortalarında görürsən ki, saat 7 üçün, 8 üçün bəy ortaya gəlir də. Bəy gəlməlidir, o xanəndələr də onu tərif eləyirlər, tərif eləmək üçün. Saat 7-dir, Ağaverdi yoxdur. Axtarırlar, 8-dir yoxdur. Görürəm ki,
Ağaləm gəldi ki, sən bilərsən, sənin dostundur. Bunu kim aparırlar. İndiki kimi yadımdadır. Dedim, vallahi bilmirəm, dostları var, yəqin ki, götürüb arası gediblərdi. Haçana tapdılar, bunu götürdülər. Deməli, Allah Teala qismət edir, ailə qurdum, toyum oldu və övladım olanda, oğlum olanda sahib. Bu muğam mərkəzinin direktoru. Mən gəldim Ağasəlimdən, xahiş edim ki, Ağasəlim, əgər icazə versən, Ağasəlimin atasının adı Sahib dayıdır. Adat dünyasını dəyişib, atam bu dünyasını dəyişib. Allah rəhmət eləsin. Gəldim ki, Ağasəlim, icazə versən, oğlumun adını sahib qoymaq istəyirəm. Əgər icazə vermirsən, qoyun, başqa da qoyaram. Biri ki, o ağıverdir, qoyun. Əksinə çox soğuk ki, sən bunu mənə deyirsən, atamın adını. Bax, mən Hacı Ağasəlimdən icazə alıb oğlumun adını sahib qoydum. Görürsən, bax, bu da onun qabiliyyətidir. Allah ömür versin, Allah keçənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Amin. Ağaverdim, icazənizlə istəyirəm ki, növbəti musiqili qonağımızı təqdim edim. Respublikanın əməkdar artisti və Beynəlxalq Muğam Mərkəzinin solisti Bəyim xanım Vəliyeva. Buyursun, xoş gəlmişsiniz. Buyurun. Yurdumu yoyun torpağına qurbana, başına qarlıya, hər dağına qurbana, uğrunda can verən yaşar əbədi, uğrunda can verən yaşar əbədi, vətən sənin bayrağına qurbanam, aydat, ay aman, aman. Elim mərd oğlu qızlıdır mənim, ürəyim nəğməli sözlüdür mənim. Söhbətim dağlıdır, duzludur mənim, mənim bu nəğməmi yazan olmayır. Elim mərd oğlu qızlıdır mənim, ürəyim nəğməli sözlüdür mənim. Söhbətim dağlıdır, duzludur mənim, mənim bu nəğməmi yazan olmayır. Torpaqdan min neymət alına dostlar, elin qayğısına qalına dostlar. Fərhad kimi külüm çalına dostlar, əməkdən qüdrətimiz alan olmayır. Hələ arzularla doludur ürək, hər işdə göylərə yüksəlim gərək. İlhama gələndə könül mənim tək, vətəni vəslidən ozan olmayır. Hələ arzularla doludur ürək, hər işdə göylərə yüksəlim gərək. İlhama gələndə könül mənim tək, vətəni vəslidən ozan olmayır. Burada işartıya köz demək olmaz, uçmaq istəyənə döz demək
Çox sağ olun, xoş gəlmisiniz. Bayramın ilk həftəsində və Ağaverdi müəllimə ürək sözləriniz. Çox sağ olun. İlk öncə salamlayıram sizləri. Çox dəyərli sənətkarlarımızı salamlayıram. Hər biri həqiqətən də Azərbaycan muğam sənətinin inciləridir. Sizinlə qürur duyuram, sizinlə fəxr edirəm. Həqiqətən bugünkü bu veriliş tarixi bir verilişdir. Bəli. Və nə xoş mənə ki, burada olan sənətkarların hər biri ilə mənim uşaqlıq illərimin uzun-uzun xatirələri var. Fəxr edirəm sizinlə, qürur duyuram. Allah sizin hər birinizə sağlam can, uzun ömür versin. Amin. Bu 2026-cı il xeyirli, uğurlu, düşərli olsun. İlk öncə canınız sağ olsun, ömrünüz uzun olsun. O ki qaldı Ağaverdi müəllimə. Ağaverdi müəllim bizim ürəyimizdir, bizim canımızdır. Ağaverdi müəllim həmçinin az öncə dediyim kimi uşaqlıq illərimdən o qədər belə qaynayıb qatışmışıq, o qədər çox istəyirəm Ağaverdi müəllimi həm sənətini, həm insani keyfiyyətlərini, bəlkə də mənim həm sənətim, həm yaşım çatmaz bu cür sənətkarlar haqqında fikir bildirməyə, amma ən azından uzun-uzun illər olduğu üçün mən elə bilirəm ki, hər biri mənim öz arxam, dayağım, ağsaqqalım, böyüm bilmişəm hər zaman. Allah Ağaverdi müəllimə də sağlam can, uzun ömür versin. İnşallah 75-in yanına hələ neçə yubileylər belə deyək də arxa-arxaya düzülsün. Biz də hər il gərək qeyd eləyək. Allah başımızdan əksik eləməsin, ailəsinin, sevənlərinin yanından əksik olmasın inşallah. Nə xoş mənə ki, bugün mənim çalışdığım doğma məkanımda qeyd edirik. Mən elə fürsətdən istifadə edib bizim müdürümüz, həm də mənim əzizim qardaşım, uzun illər sənət yoldaşım olan Sahib Paşazadəni də salamlamaq istəyirəm ki, yenə deyirəm, az öncə dediyim kimi, mənim üçün çox doğma ailədir. Həmçinin burada olan sənətkarların hər biri var olasınız. İnşallah 2026-cı il hər birimiz üçün xeyirli, uğurlu, düşərli olsun, canımız sağ olsun. İnşallah. Biz sizdən növbəti ifanda dinləyək Ağaverdi müəllimin şəninə. Bugün bütün nəğmələrimiz Ağaverdi müəllimin şəninə səslənir. Buyurun. Bu dünyada eşkdən yazmağa, gecələr azmağa daha halım yox. Bu xan oğlanlara, xanım qızlara, qara sevda nədir bir sualım yox. Bir də bu dünyada eşkdən yazmağa, gecələr azmağa daha halım yox. Xan oğlanlara, xanım qızlara, qara sevda nədir bir sualım yox. Bir də sevda nədir bilməyəcəyəm, bir də bir kimsəni sevməyəcəyəm. Kimsəni sevməyəcəyəm, bilməyəcəyəm, bilməyəcəyəm. Qara sevda nədir bilməyəcəyəm, sevməyəcəyəm, sevməyəcəyəm. Bir də bir kimsəni sevməyəcəyəm. Gözlərimdən bir dəvəkini, söndürəyimdə bir eşq duası. Bahar ağaclardan çəkilən kimi, çəkildi başımdan sevgi havası. Getdi gözlərimdən bir dəvəkini, söndürəyimdə bir eşq duası. Bahar ağaclardan çəkilən kimi,
çekildi başımdan sevgi havası. Bir de sevda nedir bilmeyeceğim, bir de bir kimseni sevmeyeceğim. Bir de sevda nedir bilmeyeceğim, bir de bir kimseni sevmeyeceğim, bir de bir kimseni sevmeyeceğim, bilmeyeceğim, bilmeyeceğim. Kara sevda nedir bilmeyeceğim, sevmeyeceğim, sevmeyeceğim. Bir de bir kimseni sevmeyeceğim, sevmeyeceğim, sevmeyeceğim. Bir de bir kimseni sevmeyeceğim, bir de bir kimseni sevmeyeceğim. Bir de bir kimseni sevmeyeceğim, yar sevmeyeceğim. Çok sağ olun. Var olasın. Bəxt gətirə kaş dönəydim Gənclik adlı diyara. Nazim müəllim, bayaq bir diyaloqunuz oldu sizin Ağaverdi müəllimlə. Ağaverdi müəllim nəsə sizə dedi ki, nə deyirəm? Əziz bala. Əziz bala. O əziz balanın tarixçəsini bilə bilərəm, sir deyilsə. Nazim müəllim də, Ağasəlim müəllim də, mən də biz eyni müəllimdə oxumuşuq, Asif Sanatım. Bizim müəllimimiz Ağasəlim müəllim tələbələrə həmişə deyir ki, əziz bala, dərsə niyə gəlməmisən? Əziz bala, bu əsəri yaxşı çala bilmirsən. Nə bilim, əziz bala, falan şey notu gətir yəqinə. Bax, bu bizim elə qaldı dilimizdə əziz bala və bax, bu ilə də biz fəxr edik. Müəllimimizə olan hörmətdən biz bir-birimizə əziz bala müraciət eləmişik. 60 ildir bir-birimizə əziz bala. Çünki o müəllim istəyindən idi ki, əziz bala demək. Ağasəlim müəllim evi bizim musiqi texnikum əsasiyonları ilə 15-20 metrə məsafədir. O vaxtda siniflər çatmırdı, biz evdə dərs keçirdik və ona görə ailənin üzvü olmuşduq. Ağasəlim müəllimin Allah rəhmət eləsin özünə, yoldaşına, anasına, yoldaşı bizə çay verirdi. Nənə bizə yemək də verirdi. Evdə həmişə qonaq olan yerdi. Bütün Əsasiyonların o vaxtki müəllimləri, İslam Rizayev ha vaxt gedirdi orada, Mahir Salmanovu görürdü. Adil Babayev. Bəli, Adil Babayev, Adil Gəray, hamısı o evdə görüşürdülər və biz ona görə o evin ailənin üzvüydük. Çünki dərsə evə girməyinə bizə çay verirdilər, yemək təklif edirdilər və o ailənin üzvü olmuşuq. Ona görə də əziz bala sözü də bizim üçün bir-birimizin arasında ən gözəl bir müraciətdir. Var olasınız, könlünüzə, ürəyinizə sağlıq deyirəm. Bəxt gətirə kaş dönəydim Gənclik adlı diyara. Və bizim əzizimiz, dəyərlimiz Mirnazim müəllim, istəyirəm ki, sizlə davam edək. Siz də uzun bir yol gəlmisiniz Ağaverdi müəllimlə. Nələr yaşamısınız, nələr görə gəlmisiniz bir yerdə? Siz deyin, nələr yaşamamışıq. Biz xeyli dostuq. Deyə hələsi var, həyatda yoxdur. Allah keçənlərə rəhmət Mən- eləsin. Allah rəhmət etsin. Biz elə hamımız eyni yaşdayıq da. Mənim 5 mərtəbədə bir evim vardı. Biz tələbə yoldaşlarıyıq, dostlar. Hamımız oraya yığışardıq. Əziz xatirələrdir onlar. İndi hərdən fikirləşirəm ki,
o günləri qaytarmaq olardı. Çətindir. Ağır günlərimiz olub. Tələbə vaxtımız olub. Pulumuzun olan vaxtı olub, olmayan vaxtı olub. Qayğılı günlər. Çox qayğılı günlərdir, çox qayğılı günlər. Ağaverdi müəllimdə tez-tez gəlirdi ora. Hələ hamımız. Ağa Səlimlə mən bir qalırdıq evdə. Onda mən subaydım. Onda nə Ağa Səlimin saçları ağarmışdı, nə Ağaverdinin. O vaxt arzu eləmişdi ki, evlatlarımız evlənəndən sonra bir-birlərinə dostluq eləsinlər. Ailəmiz olsun, ailəvi bir-birinin evinə gedək, gələk. Allah bizim o arzularımızı yerinə getirdi. Evlatlarımız bugünə qədər bir-birlərinə dostluq eləyirlər. Biz o adət ənənəni qoruduq. Ailəvi bir-birimizin evinə gedib gəlirik də. Asan deyil, 60 il. 60 il, bilirsiniz, bələnçinə baxanda 60 rəqəmi gəlir. Amma bunu yaşamaq lazımdır. Əzablı, əziyyətli günlərdən keçmək lazımdır. Hacı, Ağaverdi. O müəllimi yığışdıraq da, biz dost olmuşuq. Biz bilmirdik ki, müəllim nədir. Biz bu sənətə gələndə şan-şöhrət əsiri olmamışdıq axı. Allah Teala onu bizim hamımıza qismət elədi. O dövlət tərəfindən mükafatlar verildi, fəxri adlar verildi. Dövlətimiz sağ olsun. Amma bugün mən səni doğrudan ürəkdən təbrik edirəm. Amma hələ sənin təzə başlayıb da 4 gündür 76 yaşın içinə girirsən. Mən 75'ə. Hələ saçların hələ belə qalsın. Dəyişməyəsən. Dəyişməmsən də. Necə vardın? Hələ mən sənə hələ belənçini görmüşdüm. Arıq. Sən düzgün yol getirdin ki, sənəti dəyişdirdin, dirijorluğa keçdin. Mən sənin dirijorluğunla həmişə fəxr eləmişəm. Sən dirijorluq eləyəndə maestro Niyazi yadıma düşür. Bilsən nəyə görə düşür? Boylarımız da eynidir, çəkimiz də eynidir. Arzu eləyirəm ki, ürəyində nə qədər gözəl arzular var, yerinə yetsin. Hələ hamımıza aiddir bu. Amma bugün sənin yubiley gün və təzə ildə qoşulmuşuq da. Bütün arzularını görəsən. Balalarınla, nəvələrinlə, ailənlə, yoldaşınla həmişə fəxr eləyəsən. Fəxr eləmişsən, bugün də fəxr eləyirsən. Allah canlı sağ eləsin. Sənə bundan sonra da uğurlar arzu edirəm. Sağ ol. Buyur Nazım müəllim. Həqiqətən dostluğumuz möhkəm olub. Bir gün də hamımız dostuq. Şükür. Yəni ailəvi dostuq. Hamımız, hətta bir Nazım mənim həyat yoldaşı 5 il konservatoriyada məndən bir qrupda oxuyub. Özümüz bir-birimizlə o dostlar hamı bu sənəti davam etdirmir. İstəyər biz Ağaverdi girəndə əgər 20 neçə nəfərdik, qutaranda 11 nəfər idi. Məsələn, hamı da olub bu, amma əsas istedad olmaqla əziyyət olmalıdır, zəhmət olmalıdır ki, irəli gedərsən. Sevinirik ki, aramızdan belə tələbə yoldaşlar arasında belə dirijorumuz da çıxdı irəli və çox dünyanın neçə ölkəsində Azərbaycan musiqisinin orkestrindən təbliğ edib. Ağaverdi müəllim, hər dəfə ifaçı gələndə sizdən icazə alıram. Çünki o qədər gözəl söhbətlərimiz davam edir ki, burada növbəti ifanı mən istəyirəm ki, təqdim edim sizə. Beynəlxalq Muğam Mərkəzinin solisti və əməkdar artistimiz, gözəl sənətçi dostumuz Elnur Zeynalov buyursun öz nəğməsi ilə Ağaverdi müəllimi təbrikə gəlib. Herkesi eşkim ile heyran edim,
seher Cemilan edim Cemilan edim Cemilan edim Şu yeni şam seher Cemilan edim Cemilan edim Cemilan edim Şu yeni şam seher Cemilan edim Cemilan edim Cemilan edim Şu yeni şam seher Cemilan edim Cemilan edim Cemilan edim Şu yeni şam seher Cemilan edim Cemilan edim Cemilan edim Şu yeni şam seher Cemilan edim Cemilan edim Cemilan edim Cemilan edim Çox sağ olun, xoş gəlmisiniz Elnur bəy, necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Şükür, yaxşıyam. Mən də ürəkdən təbrik edirəm Ağaverdi müəllimə. Allah sizə uzun ömür, can sağlığı versin. Hər zaman yanımızda olun. Siz bizim Azərbaycan xalqına, Azərbaycan musiqisinə çox lazımsınız və biz də sizlərə baxıb hər zaman bəhrələnmişik və bununla da davam edəcəyik inşallah. Və digər qonaqlarımızı, bizim çox böyük sənətkarlarımızı, yəni şəxsən mənim üzərimdə əmək olan Nazim müəllimi, bir Nazim müəllimi, Ağa Səlim müəllimi, hər birini ayrı-ayrı salamlayıram, bayramlarını təbrik edirəm. Hər birinin həqiqətən mənim üzərimdə çox böyük əziyyətləri var, bir ustadımız kimi, böyüyümüz kimi. Allah Teala həmişə onları var eləsin. Bizlər də onların ətrafında yavaş-yavaş belə. Çox sağ olun. Var olasınız, təşəkkür edirik və istəyirik bu bayram günlərini yaşayırıq, gözəl ifadə edirik. Valla oxumanı oxuyaq, amma böyük sənətkarlarımız həqiqətən buradadır. Adam istər-istəməz həyəcanlanır. Həm ifada, həm tanışlıqda, ona görə də üzrə hesab eləsinlər. Var olsunlar. Estağfurullah, buyurun. Gözəl ifamız gəlsin Elnur Zeynalovun təqdimatında. Gülşəndə fəğan eylərkən bülbül şeydan Gül bülbülə bülbül gülə gül xarə dolaşmış Gülşəndə fəğan eylərkən bülbül şeydan Gül bülbülə bülbül gülə gül xarə dolaşmış Bülbülündən ayrı, bülbülündən ayrı Heç yaşar mı ayrı, heç yaşar mı ayrı Bülbülündən ayrı, bülbülündən ayrı Heç yaşar mı Məhəbbətdə gəzərsən kimi şeydan Dil dilbərə gül, bəlkilə gül zarə dolaşmış Meydanı məhəbbətdə gəzərsən kimi şeydan Dil dilbərə gül, bəlkilə gül zarə dolaşmış
Çok sağ olun. Sesinize sağlık. Teşekkür ederim. Bayramınız mübarek olsun. Var olasın. Müəllimlərimizə borçluyuq hər birimiz. Ağsələf müəllimdən danışdıq. Ancaq Ağverdi müəllimin də, mənim də Muğam müəllimimiz Elxan Müzəffəroğlu bugün sağ-salamatdır. Onun 80 illiyində sağ olsun sizin Muğam mərkəzinin rəhbərliyi 80 illiyini Muğam mərkəzində keçirdi. Hər ikimiz onda oxumuşuq. Ağsəlim müəllim də hələ kollecə qəbul olmamış, onun ansamblında çalıb, iştirak edib. Və biz müəllimlərimizə borçluyuq. Ağverdi yaxşı muğam çalırdı, yaxşı orta mahır çalırdı, gözümün qabağındadır. Sonra da biz konservatordakı müəllimlərimiz Səhid Üstəmov, Süleyman Ələşkərov, Hacı Xan Məmmədov, Ramiz Mirişli, Allah rəhmət etsin. Ulu öndərimiz elə belə deməyək, müəllimdən böyük vəzifə ad tanımıram. Həqiqətən belədir. Bizim müəllimlərlə fəxr edirik tələbənin. İndi bizim biraz yeni ili təzə başlamışıq. Ancaq mən danışmalıyım ki, bir ildir, məndə bir əmanət var. Onu Ağaverdim qardaşıma çatdıramıram. Demək, biz ilin 365 günün, bəlkə 100 gününü tədbirlərdə oluruq, düzdür? Elə gün olur 2-3 tədbirdə. Filarmoniya ilə Muğam mərkəzi, ya opera baletinə. Tədbirlərin biz həmişə çıxanda Əzbala, ya o məni aparar evə, maşından, ya mən onu apararam. Bir dəfə də tədbirdən çıxanda möhkəm yağış yağırdı. Deyir, yolu saxla, o tərəfdən mən keçdim. Dedim, elə şey olar, bu yoldaşlıq oldu. Gətirdim düz evin qabağında, saxladım. Yağışda möhkəm, papaq qaldı. Maşında keçsin. O papağı götürəcəkdi ki, yolu keçsin. Ancaq mən onu gətirdiyimə düz evin qabağına, papaq qaldı. Mən gəldim işə, birdən baxdım ki, papaq qalıb. Zəng eləyirəm, götürmür, sahib götürmür. Nəsə papaq qaldı mənim iş otağımda və Ağverdi, gəlib götürərsən də, yolun düşəndə götürərəm, gələrəm, düz bir ildir. İlin əvvəlidir, papaq məndədir, bir ildir və onu mən qoymuşdum tarımın yanına. Həmişə də gələnə təhkim edirəm ki, bizim dostumuz belədir ki, Ağverdi, müəllim, görürsünüz tələbələr, öz papağını mənə etibar edib, tarımın yanında onun papağıdır. Mən indi həmin papağı gətirdim ki, bu gün yeni il başlayır, papağı özünə verim. Keçən ildəki papaq bu ildə nəsib olsun. Bir ildə o papağı mən indi... Kömək xanım, görürsən də, 26-cı il düşərli olub, axır papağım gəlib çıxıb. Axır papağım gəlib çıxıb. Papağın yanında nəsə var, başqa şeylər də görürəm. Var. Papağın yanında mən ünvanı verdim. Asosiyanallı bizim hamımızın, dördümüzün də bitirdiyi məktəbi Muğam sayağı açarım. Sonra papağıdır. Özdə bunu mən 3 gündən bir təmizləyirdim, belə silirdim, qoydum tarın yanına. Bir il ərzində bir balaca konfeti idi, sonra böyüdü, sonra biraz da böyüdü, ən böyüyünü... Bunları qoyaq ora, papağın amma müəllimin şəxsən özünüz təqdim edin. Şəxsən təqdim edin, mikrofon. Əzbala, papaqla şirinləşib ha. Əziz qardaşım, dostum, Ağverdi. Öpürəm. Ağaverdi müəllim, icazənizlə bugün növbəti qonağımızı istəyirəm mən təqdim edim. Gözəl xanım xanəndə və bu gözəl beynəlxalq Muğam mərkəzinin solisti, əməkdar artist Sevinç Sarıyeva öz nəğməsi ilə sizi təbrikə gəlir. Buyursun. Gözlərinin qarşısında
Sevinç Çox sağ olun. xanım, Mən xoş sizə təşəkkür gəlmisiniz. edirəm. Necəsiz? Minnətdarlığımı bildirirəm. Bax, bu cür ustadlarla bizləri dəvət eləmisiniz. Bunlar bizim üçün bir tarixdirlər, hər birisi. Mən bu günlərim təbii ki, səbəbkar bizim əzizimiz, canımız, ciyərimiz, bizim ağsaqqalımız deyərdim ki. Mən Ağaverdi müəllimi o qədər çox istəyirəm ki. Hamımız çox istəyirik. Dəfələrlə olubdu ki, mənim Ağaverdim, yox, qısqanmaz. Elə bir insan deyil Ağaverdi müəllim, qətiyyən. Dəfələrlə olub, mənim orkestrlə solo konsertlərim olub. Hər dəfədə bu insan mənə belə konserti verib qutarandan sonra belə eləyir. Sevinç, səndə yorulmaq söhbəti yoxdur. Deyirəm, yox Ağaverdi müəllim, yorulmamışam. İstəyirsiniz konsertin ikinci hissəsində oxuyaq. Maşallah, maşallah. Allah sizə dəyməsin. Bayram ərəfəsindəyik. Artıq yeni ilimizə qədəm qoymuşuq və bu münasibətlə bizim ustadlarımız başda olmaqla, bax mənim əzizim Nazim müəllim, Mir Nazim müəllim, Ağa Səlim müəllim, hər birinizə bax bu yeni ildə yeni uğurlar, gözəl can sağlığı, əsas odur ki, can sağlığı olsun. Sizə can sağlığı arzulayıram. Sizə uzun ömür arzulayıram. Sizlər bizim üçün bir məktəbsiniz, hər biriniz. Allah sizlərə dəyməsin. Biz sizlərə baxmışıq, biz sizlərdən baxıb örnək götürmüşük. Allah sizləri bizə çox görməsin. Mənim gözəl direktorum, bizim əzizimiz Nazim müəllim o qədər gözəl bir insandır ki, neçə ildir mən Asif Zeynal adına musiqi kollecində dərs deyirəm. Bir qram bu insandan birincilik yoxdur. Bir adam deməz ki, biz Nazim müəllimdən incimişik. Hamını o qədər gözəl, o qədər yüksək əhval ruhiyyə ilə həmişə bizə ata qayğısı. Nazim müəllim, Allah sizi var eləsin. Allah sizi qorusun. Sizlərə də həmçinin. Ağaverdi müəllim, sizə can sağlığı arzulayıram. Uğurlar arzulayıram. Allah sizi var eləsin. Əskik olmayın. Bizim bu musiqi aləmindən əskik olmayasınız. Can sağlığı, uğurlar olsun. Könül xanım, təşəkkür edirəm sizə ki, bax bu günlərin bu şəraiti bizim üçün yaratmışsınız. Təşəkkür, Space televiziyasına şəxsən. Bəli, televiziyamız başda olmaqla və Beynəlxalq Muğam Mərkəzi, bizim doğma ocağımız. Bizim doğma ocağımız, bayaqdan biz Sona ilə danışırıq, deyir, burada belə bir müsbət aura var Beynəlxalq Muğam Mərkəzində. Həqiqətən də, bura o qədər doğma bir ocaqdır ki, mən bizim direktorumuz, həmişə deyirəm, özüm bizdən seçməyən bir direktor. Necə biz o məktəb illərində qrup yoldaşı, həmin qrup yoldaşı, amma biz də o səddi keçmirik. Var olsun deyirəm Sahib Paşazadəyə, ona uğurlar arzulayıram və daim bir yerdə olaq. Və sizdən növbəti ifanda dinləyək. Növbəti ifamız gəlsin, mahur təsnifimiz gəlsin. Buyurun.
bir sen yönelem bayan. Gör ne büyüyen bestekarım var aman 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 ay. Yar aman 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 yar. Çok sağ olun. Teşekkür ederim. Var olasın. Var olun Çok sağ həmişə. Var olun. Çox sağ olun. Ki 75. Bu az ömür deyil. Söhbət ömürdən gedmir. Amma o ömrü necə yaşayasan, sağlammı? Yəni xalqa xidmətdəmi? Bax, söhbət bundan gedir. İndi şükürlər olsun ki, hələ ki sükan hələ əlimdədir. Mən 75 özümə vermirəm. Siz mənə qocaltdınız 75-dir. Ona tərsən deyirsiniz. 57 deyirsiniz. Hə. Amma bu 75 ildə əgər doğrudan da keçdiyin yolda, bax Mirnazım belə gözəl dedi. Allah sağ olsun onu. Hələ boş versən biz ona seyid demirik. Yəni bu 75 ildə əgər dost qazanmısansa, bu sənin qazancındır. Sənətdə hansısa bir iz qoymusansa, bu sənin qazancındır. Səmimi dostluq olanda sonra da dayaq da möhkəm olur. Bax, indi dostlarımız da dostluq edir. Mən buna görə dostlarıma minnətdaram. Bəlkə də mənim bugünkü günə gəlib çıxmanda dostlarımın çox böyük rol olub. Seyid dedim Mirnazimə, həqiqətən o Seyid Peyğəmbər evladıdır. Yadıma mənim bir dostuma düşdü, musiqisi deyil. Bizim onunla 3 gün aramız var. Yəni, istədim sizə demək ki, efirdə bizi dinləyir bizi. Mən ondan 3 gün yaşda böyüyəm. Bir həyətdə böyümüşük. Və Sovetski deyilən bir məhəllə vardı. İndi hep ki, o məhəllə artıq yoxdur. Hacı Mir Məmməd, bəli. İndi efirdən olaraq eşitdim. Salamlayırıq biz də sizin uzun illər olan dostunuzu, Mir Məmməd müəllimi. Yəni bu sənətdən uzaq olsa da deməli bu sənəti anlayan, sevən, doyan insandır ki, belə sənətkarla uzun illər dostluq edib. Ağaverdi müəllimi mən uzun illərdir tanıyıram. Mən ilk dəfə professional səhnəyə məhz bu ocaqdan Beynəlxalq Muğam Mərkəzindən başlamışam. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsindən və məni müşahidə edən bizim dəyərli sənətkarlarımız, Respublikanın əməkdar artistləri Sahib Paşazadə, tarda, kamançada isə Toğrul Əsədullayev, sizin yetirməniz, sizin evladınız. Bəli, nə xoş bugün mənə ki və bugün məhz həmən sənətkarların ataları ilə bugün oturub həm söhbət oluram. Bu mənim üçün böyük şərəf hissidir, böyük fəxarət hissi duyuram. Çox səmimi deyirəm. Yəni, bugünkü veriliş də həqiqətən həm bizim kanalımızın öz arxivində qalacaq, həm də ki, tarixi bir veriliş oldu və səbəbkarımız Ağaverdi Paşayevi istəyirəm ki, ürəkdən alqışlayaq. Yaxşı ki, var. Çox sağ olun, təşəkkür ederim. Yaxşı ki, varsınız. Allah sizə can sağlığı versin, uzun ömür versin. Həyat elə gətirdi ki, təbii ki, mənim ustadım Səkinə İsmailova, xalq artisti, onu da salamlayıram. Onun təşəbbüsü ilə o təklif etdi ki, xalq çalğı alətləri orkestri ilə Filarmoniyada konsert təşkil edildi mənim üçün. Orada da Ağaverdi müəllimin rolu əvəzsizdir və konsertə 2-3 gün qalmış. Dedi ki, özümü narahat hiss eləyirəm, qızım. Ola bilər mən sənlə səhnəyə çıxmaram. Və o konsertə yadımızda 2 dəfə onun tarixini dəyişdik biz. Dedim, yox, Ağaverdi müəllim, siz orada, çünki ay yarımdır gəlirəm məşqə, axı məşqdə də adam dirijorla üzbəüz olur. Oradakı musiqiçilərin heç birinə mən baxmıram. Ağaverdi müəllimlə üz-üzə təsəvvürlə gəlmişəm, konsertə gəlir başqa dirijor orada olur. Dedim, Ağaverdi müəllim, ya bu konserti biz ləğv eləyək, ya da siz toparlanın, məndən çıxın səhnəyə. Gördü ki, çıxış yolu yoxdur. Ona görə mən bugün də fəxarət hissi ilə deyirəm ki, nə xoş mənə ki, mənim solo konsertimdə sizin rəhbərliyinizlə Xalq Çalğı Alətləri Orkestri ilə konsert vermişəm. Təşəkkür edirəm sizə. Dostlar, Könül xanım dedi, o konsertdən danışdı. Yəni, həqiqətən də orada bir ailə söhbəti vardı. Anam çox ağır vəziyyətdədir. Mən onun üçün fikirləşirdim ki, ola bilər ki, alınmasın konsertimiz. Amma doğrudan Könül xanımın konserti çox səmimi keçdi, Ağa Səlim Hacı. Çox gözəl keçdi. Özü ki, ağır proqramdır. Haradasa bir 17-18 saat yarım çəkdi. Və gözəl də keçdi. O kadrada qalıb.
Bəli, Dövlət Televiziyamız lentə aldı, tez-tezə verirlər. Təşəkkür edirəm Yaxşı buradan. gəldi, bir konsert əmələ gəldi. Bəli, çox sağ olun. Təbrik edirəm. Çox təşəkkür edirəm sizə, var olasınız. Ağaverdi müəllim, yenidən mən sizin icazənizlə, izninizlə bugünkü verilişimizin sonuncu sənətkar ifaçısı gəlib, sizi təbrikə gəlib və mən istəyirəm tamaşaçılarımızı intizarda saxlamadan Respublikamızın əməkdar artisti, gözəl pedaqoq, dəyərli sənətkar Təyyar Bayramov buyursun. Öz gözəl ifası ilə həm sizi təbrik etsin, həm də tamaşaçılarımızı.
sağ olun. Çox sağ olun. Çox sağ olun Təyyar müəllim. Var olasınız. Bugün burada elə bir böyük insanlar əyləşib ki, mən onların hamısının qarşısında baş əyirəm. Azərbaycan mədəniyyətinə, milli musiqimizə adlarını qızıl hərflərlə yazmış gözəl sənətkarlarımız əyləşib burada. Təbii ki, bugün də elə hamısının təbrik düşür, hamısının göz aydın olsun ki, onların illərlə çiyin-çiyinə gəldiyi sənətkar dostların bugün yubileyidir. Hacı, mən sizi ürəkdən təbrik edirəm. Allah sizi qorusun, Allah sizə can sağlığı versin. Bu qədər gözəl tədbirlərə hər zaman bizlərə də yer ayırmısınız, bizlərə də dəstək olmusunuz. Çox sağ olun, var olun. Hacı Ağasəlim müəllim, Allah sizi qorusun. Oradan da elə bir insanlar əyləşib ki, sizin qarşınızda çıxış eləmək belə həyəcanlıdır, amma çox şərəflidir. Siz də bizim bütün bu tar sənətində, bütün demək olar ki, artıq tələbələriniz ustaddır. Mir Nazim müəllim, Allah sizi qorusun. Var olasınız. Kaman sənətində öz sözünü demiş bir bizim sənətkarımızsınız. Nazim müəllim də demək olar ki, hamımıza, nəinki bir çox sənətkarlarımıza yol açan, qapı açan, ürəyini açan bir böyük sənətkarımızdır ki, hər zaman biz onun yolunu saxlayırıq. Çünki biz bünövrəmizi Nazim müəllim yanından başlamışıq. Nazim müəllim bizə yol açıb. Allah sizi qorusun Nazim müəllim. Hacı, bir daha sizi təbrik edirəm. Artıq yeni ilin ilk günlərini yaşayırıq. İnşallah bu ildə ötən illər kimi xalqımız üçün, dövlətimiz üçün, millətimiz üçün düşərli olsun inşallah. Ruzili bərəkətli olsun, əmin-amanlıq içində yaşayaq. Çox sağ olun Təyyar bəy, təşəkkür edirik. Bugünkü veriliş həqiqətən də mən başlayanda da qeyd etdim tamaşaçılarımıza, tarixi bir verilişdir. Çünki bugün burada dəyərli şəxsiyyətlər, gözəl sənətkarlar yığışıblar. Bu gözəl bizim Bakımızın mərkəzində yerləşən doğma ocaq, daşından, divarından musiqi, muğam süzülən beynəlxalq muğam mərkəzi və istəyəcəm ki, sizdən növbəti ifanı dinləyək o gözəl səsinizdən. Bəhram Nəsibov bəstəsi Ötən Gənclik deyək. İllər etmiş, zaman etmiş, saçlarımı ağ-qara, bəxt gətirə dönəydim, kaş dönəydim gənclik adlı diyara. Buyurun, gəlsin. Buyurun, dinləyək. Şirin sözlerini severdim yar, bir de şirin sözlerini severdim yar. Kapımızdan kapınıza el eylerdi
gətirə kaş dönəydim gənclik adlı diyara. Bəxt gətirə kaş dönəydim gənclik adlı diyara. Yenə qara gözlərini severdim yar. Yenə qara gözlərini severdim yar. Bir də şirin sözlərini severdim yar. Bir də şirin sözlərini severdim yar. Sənin qara gözlərini severdim yar. Şirin şirin sözlərini severdim yar. Ağaverdi müəllim, heç istəməzdik bugünkü gün bitsin. Çünki bizə verilən müəyyən zaman çərçivəsi ki var. Mən əminəm ki, tamaşaçılarımız ekran qarşısında böyük bir musiqi ziyafəti yaşadılar, feyziyab oldular. Çünki həm gələn qonaqlarımız, həm buradakı qonaqlarımız, sizin gözəl, dadlı, duzlu, məzəli söhbətləriniz. Ağaverdi müəllim, ürəyim çox doludur. İnanırsınız, tam söhbət eləyə bilmədim. Çox fəxr elədim bugünkü gündən. Amma dəyərli tamaşaçılarımız, bugün mən sizinlə sağollaşmaq məcburiyyətindəyəm. Amma sağollaşmadan öncə istəyəcəm ki, dəyərli sənətkarlarımızdan bugünkü buraxılışa özəl tamaşaçılarımızla həm sağollaşasınız, həm də yenə sonda Ağaverdi müəllimə ürək sözlərinizi bildirəsiniz. Bu verilişə görə, bizi bura dəvətə görə Spes kanalına minnətdarlığımı bildirirəm. Bütün işçilərinə, yəni burada əziyyət çəkən bizim üstümüzdə bayramları mübarək olsun. Bu yeni ildə onlara uzun ömür, can sağlığı arzulayıram. Ağaverdi müəllimə də, dostuma, qardaşıma uzun ömür, can sağlığı, ürəyi nə qədər yaşamaq istəyir, o qədər yaşasın. Yaş qoymuram ki, yəni bu qədər yaşasın. Sağlam yaşasın, o belə həmçə gümrah yaşasın. Bəli, sağlam yaşasın. Öpürəm səni. Var olasınız. Ağaverdi müəllim, bu günləri sənin doğum günündür. Sən də dirijorsan. Xoş deyirəm ki, ad günlərində hədiyə verim də. O hədiyənin birini Ağasəlimə vermişəm. Tarının üstündə xalça kimidir, qızıldan yapışdırıb. Birini rəhmətlik ədalətə vermişdim, kamançaya yapışdırmışdı. Birini Vamiq Məmməd Əliyevə verdim, tar, qızıldan tar vurdu ora. Yubiley gəldi, çatdı Zamiq Əliyevə. Onun üçün də neyniyim, mizrab düzəltdirdim. Bürüncdən, gümüşdən, bir də qızıldan. Dostlardan biri hindi sağdır o, eşidir məni. O mənə tərk etdi bu işi. Nəyə görə? Dedi ki, sən onları düzəltdirmisən ki, sənə simçoq düzəltdirsinlər qızıldan. Onu tərk etdim. Amma mən çox istərdim ki, sənin üçün bir qızıldan çubuq düzəltdirim. Amma onu eləyə bilməm, bağışla məni. İnşallah bəlkə Allah qismət eləsin, 80 yaşını çatanda mən sənə söz verirəm, bugün efir vasitəsində. Sənin üçün qızıldan o çubuğu düzəltəcəm, onun adını mən bilməm indi, sən bilirsən. Dirijor çubuğu. Dirijor çubuğu. Mən sənə 80 illikdə qızıldan daha özü borcdur. İnşallah. Təbrik edirəm səni. İnşallah. Şönül xanım, mən də sizin Space kanalının rəhbərliyinə minnətdarımı bildirirəm dostlarımız adından ki, bu gün bizi yeni il əvvəlində bizim dostumuzun yubileyi belə təşkil olunub. Minnətdaram sizin rəhbərliyə, sizə, bütün yaradıcı heyətə, əziyyət çəkirlər, hamısının bayramımızı təbrik edirəm, can sağlıq arzulayıram. Ağaverdi müəllim, da böyle dedi qızıldan, daddan işte, yox. Mən sənə sağlam can sağlıq arzulayıram. Və 80 ilində indi papaq məsələsini fikirləşərik də. 80 ildə bəlkə daha yaxşı bir papaqla gəlirəm bura. Bundan artıq başqa arzu eləmirəm. Bir daha təbrik edirəm. Can sağlığı və işində müvəffəqiyyətdə. Sağ ol. Ağaverdi müəllim, sonda qonaqlarınıza, mənə və tamaşaçılarımıza sözünüz. Qonaqlardan qabaq, tamaşaçılardan qabaq da. Mən istədim əvvəldə səndən başlayayım. Gönül xanım, sən çox dəyərli dostsan, dəyərli musiqiçisən, sən dəyərli xanəndəsən. Estağfurullah. Sənə həm də müğənni demək olar. Bir saat indi əksər
ifaçılar, sən müğənnilik edirlər, səndə hər iki sahə var. Ancaq mən bir dənə faktı deyim. Mən bugünəcən, bəlkə də sənin də xəbərin yoxdur, bunu deməmişəm. Deməli, Allah o dünyasını versin, bizim çox böyük bir insan, mən dedim sözünü əsməsə böyük insan, Elmira xanım Süleymanova artıq həyatda yoxdur. O, bilirsiniz ki, ölkənin birinci ombudsmanı olub da. Onun dövrdə o hərdən mənə zəng edir ki, kimsəzlər, ailəsi olmayanlar bir cəmiyyət vardı və ora bir musiqiçi aparıram. İndi xalqımız qoy bilsin ki, mən dəfələrlə səni ora aparmışam. Dedim ki, orada sən ifa etmişsən, o ailəsi olmayan insanlar, yəni kasıb adamlar, sən onların qarşısında hətta oxumusan, oynamısan, onlara bir yerdə məsələn, əl qaldırmışsan, oynamısan və onları oynadmışsan. Çünki ora məni siz dəvət eləmişsiniz. Yəni, mən bunu istədim deyim ki, bu görürsünüz, bəlkə də bizə qulaq asırlar, o həmin yaşlı insanlar, kimsəsiz insanlar, amma onlar nə qədər sən onlara həyat verdin, nə qədər sən onları təzədən sevindirdin. Onları sevindirmək bu özü-özlüyündə böyük bir hünərdir. Sən həmin o hünəri eləmişsən, o ki qaldı sənin özüm bir ifaçı kimi, mən yaxşı ki sevinirəm ki, bizim sənin o konsertimiz doğrudan da gözəl alındı. İstədim Spes kanalına, Spes kanalının rəhbərliyinə, bütün onların işçilərinə, əməkdaşlarına öz təşəkkürümü bildirim ki, bizim bir neçə saat ərzində bizim zəhmətimizi çəkdilər, bizim əziyyətimizi çəkdilər. Hamıya təşəkkür edirəm. Var olun, başda sağ olmalı. Çünki bu verilişi sən aparırsan. Təşəkkür edirəm, çox sağ olun. Bir daha da sənət dostlarıma, cavanlıq, gənclik dostlarıma və bugünkü gün dostlarıma, Ağasəlim müəllimə, Mirnazim müəllimə, Nazım müəllimə, Əziz balaya və Könül xanım sənə təşəkkür edirəm ki, bu görüşün, bu verilişin ərsəyə gəlməsində dostlarımın da böyük zəhməti var. Sağ olun, var olun. Biz sizin işığınıza yığışmışıq. Siz yaxşı ki varsınız ki, bugün bizi buraya toplamışsınız. Təşəkkür. Var olasınız. Əziz tamaşaçılarımız, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, baxın, bu əlimdə gördüyünüz sənət əsəri və təbii ki, sənətkarlarımızın da qarşısında elə müəllim dedi ki, nə yaxşı deyir, kamançı məndə təsadüfən olub, inanırsınız. Muğam mərkəzi və belə sənət əsəri deyərdim. Var orada? Yox, Muğam mərkəzidir, onu da göstəririz. Çox gözəldir. Nərgiz Porselenə təşəkkürümüzü bildiririk. Əziz tamaşaçılarımız, ekranlarda görürsünüz əlaqə nömrələri və hər zaman Beynəlxalq Muğam Mərkəzinə gələndə bu gözəl sənət əsərlərini izləyirik və onu demək istəyirəm ki, siz də əldə etmək istəyirsinizsə, əlaqə nömrələrini görürsünüz. O əlaqə nömrələri ilə danışıb sifarişlərinizi verə bilərsiniz. Təşəkkürlər Nərgiz Porselen. Və hər həftə bizim masamızı dadlı, təamlı şirniyyatlarla bəzədiyinə görə Abşeron Şirniyyat Un məmulatlarına təşəkkürümüzü bildiririk. Qısa zamandır fəaliyyət göstərməsinə baxmayaraq, bazara öz adını keyfiyyəti ilə duyurmağı bacarıb. Abşeron Şirniyyat və Un məmulatları etibarlı bir şirniyyat şəbəkəsidir. Məhsullar seçilmiş ingredientlərdən, peşəkar ustaların hazırladığı reseptlərlə yüksək gigiyena standartlarında istehsal olunur. Mağazalarında həm gündəlik, həm də xüsusi günlər üçün geniş çeşidlə məhsullar mövcuddur. Dietik şirniyyatları sağlam qidalanmağa üstünlük verənlər üçün ideal seçimdir. Bununla yanaşı nişan, xına, toy və ad günü və digər bütün mərasimlər üçün tort sifarişləri qəbul edilir. Şirniyyatlarla yanaşı mağazalarda çeşidli un məmulatları da geniş yer tutur. Hər gün sobadan təzə çıxan bulka, piroq, qurabiyə və digər məhsullar süfrələrə xüsusi ləzzət qatır. Paxlava, şəkərbura, qoğal və digər bütün milli şirniyyatların sifarişi də qəbul olunur. Mərasimlər, tədbirlər və xüsusi günlər üçün böyük miqyaslı sifarişlər peşəkar şəkildə hazırlanır. Hazırda Abşeron Şirniyyat və Un məmulatları Gənclik və Xalqlar Dostluğu metrosu ərazisində hər gün səhər 8:00-dan axşam 22:00-a dək xidmət göstərir. Abşeron Şirniyyat Un məmulatları şəbəkəsinə təşəkkürlərimizi bildiririk. Çəkilişdə bizə yaratdığı şəraitə görə şəhərimizin mərkəzində yerləşən bu gözəl məkan Beynəlxalq Muğam Mərkəzinə təşəkkürümüzü bildiririk və Beynəlxalq Muğam Mərkəzinin rəhbəri, əməkdar artist, dəyərli tarizən Sahib Paşazadə başda olmaqla bütün kollektivinə təşəkkürümüzü bildiririk. Təşəkkürlər Beynəlxalq Muğam Mərkəzi. İstəyərdim ki, mən də öz adıma üzr istəyirəm sənətkarlardan, öz ifamı təqdim edim
Və sonda isə tamaşaçılarımızla sağollaşım. Əziz tamaşaçılarımız, könüldən sevgilərlə demək bugün də nəsibimiz oldu. Gedirik ki, yenidən gələk, ömür vəfa edərsə, həyat yolumuz yenidən kəsişər. Gələn həftə eyni saatda, eyni məkanda yenidən sizə könüldən sevgilərlə deyək. Sağ olun, salamat qalın. Közü düşer ilk sevginin közü düşer.